Və həmçinin qardaşlar, bu ay Ömər ibn Xattabı sevdirir bizə. Ömər ibn Xattabı sevdirir, yadımıza salır və sən vadar eləyir ki, Ömər ibn Xattabın sünnəti ilə gedəsən yoluna. Ne üçün? Çünki təqvim, tarix, Məhərrəm ayın ilin birinci ayın olmağı Ömər ibn Xattab fərz eləyib. Ona görə sevgin Ömər ibn Xattabı, xüsusən də Əli ibn Əbi Talibin kürəkənidir. Elə deyil. Yəni Ümmü Kulsum hansı ki Fatimədən, başqa qadından da Ali ibn Əbi Talibin. Fatimədən olan qızı Ümmü Kulsumu verib Ömərə. Aydındır. Ona görə Ömər ibn Xattabın yolla gelsən sən. Təqvim hicrətin 18-ci ilində Ömər ibn Xattab Əmir-ül Müminin idi. Gəldilər, dedilər ki, ya Əmir-ül Müminin, bəs məktublar gəlir, biz bilmirik, tarix yoxdur. Biz bilmirik hansı qabaq gəlib, hansı sonra, qərar haçan çıxıb. Ona görə tarixə ehtiyac var. Ömər ibn Xattab da yığdı sahabələri, qaynatası Əli ibn Əbi Talib yanındaydı həmişə. Çünki Ömər ibn Xattab deyirlər, Allah səhiy olub, olmağını dəyi bilmirən, deyir ki, Əli olmasaydı Ömər həlak olardı. Ona görə bir şey olanda Əliyə məsləhət eləyirdi. Və başqa sahabələri də xüsusən. Və qərara gəlir ki, Ömər ibn Xattab axırda son sözünü deyir ki, bəli, hicrətdən sayılsın tarix və bəli, Məhərrəm ayı olsun birinci ay. Görürsən, qardaşlar, Ömər ibn Xattab yadımızı salıb bu ay.